İnsanların sözünden korkuruq, Allah'ın bakışından korkmuruq. Məxluqun önündə yaxşı rola giririk, Xaliqin önündə bu həqiqəti pozuruq. Namaz qılırıq, lakin namaz bizi dəyişmir. Oruç tuturuq, lakin oruc dilimizi saxlamır. Həcc edirik, lakin qəlblərimiz Allah'ın haram ettiğini terk etmir. اَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ أَنْفُسَكُمْ İnsanlara yaxşılığı emredip özünüzü unutursunuz mu? En tehlikeli bu dinin başına gelen, ona en büyük zərbe, zərər heç de hücum eden düşman değil. Əksinə bu dini daşıyan, onu yaşamayan Müslümandır. Ebu Zeyd Usame ibn Zeyd ibn Harisə radiyallahu anhuma deyir ki, eşittim Peygamber sallallahu aleyhi ve sellem deyirdi, yu'ter raculu yevmel qiyamə feyuqiya finnâr. Kıyamet günü bir kişi getiriləcək, o da atılacaq. Fetendaliqu aqtabe batnihi feyaduru biha kema yadurul himaru firraha. Sonra uzunqulaq dəyirman daşının etrafında dövr etdiyi kimi onun da qarnının bağırsaqları töküləcək, onları dartaraq elə fırlanacaq. Elə dövr edəcək, bağırsaqlarını çəkə-çəkə